Salam uşaqlar. Bu günlər biz 11-ci siniflər üçün keçirilmiş buraxılış sınaq imtahanı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış sınaq imtahanının düzgün cavablarına və izahına baxacaq. Birinci sualdan başlayaq. O nöqtəsi olan çevirəndə AB vətəri AC diametrinin yarısına bərabərdir. O zaman bura 2R'dir. Burada radiusdur. Biz bununla birləşdirsək bu düz bucaq olur, üst bucaq olacaq. Və bu bucaq 30 dərəcə. Çünki 30 dərəcə bucaq katetin kateti betonun yarısıdır. Bizdən isə BAO digər bucağı soruşduğu üçün bu bucaq 60 dərəcə. Doğru cavab Y. Kompleks ədədin qoşması deyirsə, xəyali hissə əksinə dəyişdiyi üçün bu üstəgəl 2i, yəni 4 plus 2i. Doğru cavab C. 63-cü sualdakı misalda verilən ifadə 2 sinus x çıxılsın 1'in mötərizə kvadratıdır. 0'a bərabər. Buradan sinus x bərabərdir 1 bölü 2. X bərabərdir sinusun 2'də 1 aldığı qiymət mənfi üstü k. Pi bölü 6 plus pi k. Doğru cavab D variantı olacaq. 64-cü sualda verilen ifadə 5 minus 6y kubu, bir də burada 5 plus 6y kubunu yazsam, bu kvadratlar fərqinin düsturudur. 5'in kvadratı çıx 6y kubunun kvadratı. Yəni 25 çıx 36 y üstü 6 kimi göstərmək olar. Doğru cavab A. 65-ci suala baxaq. 65-ci sualda deməli bizdə MK və MY mailləri çəkilmişdir deyir. MKN 30 dərəcədir. MK da 6'dır. Bu bucaq 30 dərəcə olacaq. MKN bu bucaq 30'dur. Bu 60 olacaq və 30 dərəcə bucaq katetin katet hipotenuzun yarısına bərabərdir. 30 dərəcə bucaq katetin katet hər zaman hipotenuzun yarısıdır. Yəni bura 3'dür. Və NY'nin uzunluğunu 2 verib Pifagora görə biz MY'ni tapa bilərik. 9 üstə gəl 4. 13. Y variantı olacaq. 66-cı düsturda verilmiş arıcılığın 5-ci həddini tapın deyir. Burada 5-ci hədd A5. N'in yerinə 5 yazacağım. 3 vur 5 çıx 1. Bu da 14 eləyir. 67 kök altda 19 təxminən 4'ün kvadratı 16, 5'in kvadratı 25. B variantı sadə sualdır bu da. 68-ci sualda diagram hələ ki göstərilməyib uşaqlar. Ona görə biz 68, 69 və 70-ci sualları hələ ki görə bilmirik. 71-ci suala gəlin baxaq. 71-ci sualda 2 ədədin cəmi, yəni A üstə gəlsin B 137, A çıxılsın B 19'dur deyir. Tərəf toplasam 2A bərabərdir 2, 152, 6. Burada 6 olacaq. Burada 4, 5, 156. A'nı tapanda 156'nı 2'ye bölsəm 78. Doğru cavabımız burada 78. Böyüyünü tapın deyir. 78 olacaq. 71-ci sualda kənar ədlərin hasılı orta ədlərin hasilinə bərabərdir. 9'da 7 vurulsun 10'da 93. Bərabərdir x vur 10'da 31 deyərəm. Buradan x'i tapanda 9'da 7 vurulsun 10'da 93'ü 10'da 31'e bölmeli ya da 31'de ona vurmalı. 7 bölü 3. Doğru cevap Y variantı. 73-cü sualda biz bu ifadənin hər tərəfinə əvvəlcə 10'a vuraq. Sağ və sol tərəfi 10'a vuraq ki, bu kəsirlər islah geçsin. İxtisar daha doğrusu. Burada 5 qalır. Yəni 10x kvadratı plus 5x. Burada bunu 2'ye vurmuş oldum. 6x. Burada da onlar gitti. 9. 10x kvadratı minus x. Ve burada böyükdür. 10x kvadratı çıxılsın x. Çıxılsın 9. Böyükdür 0. Bu ifadəni də 10x kvadratı minus 10x plus 9x kimi yaza bilərəm. 10x'i çıxarsam x minus 1. Buradan da 9'u çıxarsam x minus 1. Böyük 0. Ortaq vuruq x minus 1. 10x plus 9. Böyük 0. X minus 1'i 0'a getirəm. Və 10x plus 9'u 0'a getirəm. X minus 1'i 0'a getirəm 1. 10x plus 9'u 0'a getirəm. Mənfi 9 bölü 10. Qiymət verdikdə müsbət, mənfi, müsbət və təbii ki bizə
müsbətlər lazımdır. Həmin müsbətlər mənfi sonsuzluqdan mənfi 0,9-a qədər birləşmə 1 müsbət sonsuzluq olacaq. Növbəti. Loqaritma xassəsinə görə biz bu ifadəni 10 üstü loqaritma 10 üstü 2 böl 5 üstəgəl loqaritma 10 üstü 2 böl 3 üstəgəl loqaritma 10 üstü 3 böl 5 üstəgəl loqaritma 10 üstü 1 böl 3 yazıram. Loqaritma xassəsinə görə bu qabağa gəlir. 5-də 2 loqaritma 10. Bu 3-də 2 loqaritma 10. 5-də 3 loqaritma 10 və 3-də 1 loqaritma 10. Loqaritma 10'lar bizə 1 verir. 5'də 2 ilə 5'də 3'ün cəmi 1. 3'də 2 ilə 3'də 1'in cəmi 1. Cəm də bizə 2 verəcək. Burada isə kvadratlar fərqinin düsturundan istifadə edəcəm. 49'un kvadratı çıxı 29'un kvadratı. Bunların fərqi 20. Cəmi isə 8. 4 ilə 2'nin cəmi 6, o da 1, 78 üstəgəl. Bunların fərqi 20. Cəmi isə 72 eləyəcək. Məxrəcdə də 600. Surətdə hər birində ortaq vuruq olan 20'ni çıxarsam 78 plus 72. Məxrəcdə də 600 olar. Bundan bu qısa getsə 30. Surət 150, məxrəc 30. Nisbət bizə 5 verəcək. Doğru cavabımız 5 olacaq. 76 nömrəli sual. Yan səthin S yan bərabərdir. P oturacaq vurulsun H-dır uşaqlar. Yan səthin sayısı 72'dir. 6 vurulsun P oturacaq. Buradan da P oturacaq. 72 bölü 6. 12 olacaq. 77-ci sual. Uşaqlar sinus 30'un qiyməti 2'də 1'dir. Sinus 231'i sinus 270 çıxılsın 39 kimi yazsaq. Plus kosinus 39 çıx tangens 45 bərabərdir. Bu 5 eləyir. 270'dən çıxanda ad dəyişir olur kosinus 39 dərəcə və düşdüyü rüb 3-cü rübdür. 3-cü rübdə sinus mənfi olduğu üçün bu artıq çıxma olacaq. Bir də üstəyə kosinus 39 tangens 45-də 1'dir. Bunlar üslah 5'dən 1 çıxsın 4. Doğru cavabımız 4 olacaq. 78 6'da 1 üstü x bərabərdir. 3'də 2 üstü x vur 3'də 2 üstü 1 yazaram. Üstlər bu vaxt toplanır. Hər tərəf 3'də 2 üstü x-ə bölsəm 6'da 1 üstü x bölünsün yazmaqdansa uşaqlar biz bunu bu cür göstərsək daha yaxşı olar. Yəni baxın 3'də 2 üstü x bərabərdir 3'də 2'yə. Və bu ifadə altda 1, bu 3 gələcək bura. Bundan bu qısa gedər. Qalar burada 2. Yəni 2. Bir daha bunu yazaq olar. Altda 1 bölünsün 3'də 2 vurulsun 2'də 3. Üstü x bərabərdir 3'də 2'yə. Bundan bu qısa gedər 2. Burada yazarıq. 2, 2'nin 4, 4'də 1 üstü x bərabərdir 3'də 2'yə. Və yaxud bunu 1 böl 4 üstü x bərabərdir 3'də 2'yə. Buradan da 4 üstü x bərabərdir 3 böl 2'yə. Yəni 1/5'ə. Bizdən də 4 üstü x'in nə olduğunu soruşurdu. 79. Şagirdlərin riyaziyyat fənni olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3-ünə görə topladığı balların ədəd ortası 8'dir. Deməli, bu 3 dənə ədədin cəminin onların sayına nisbəti 8'dir. Onda cəm 3 ədədinin cəmi 24'dir. Sonra deyirik ki, dördünə görə isə topladıqları ədəd orta 7'dir. Yəni cəm 4 böl 4 bərabərdir 7. Buradan 4 ədədinin cəmi də 28'dir. Deməli 3 ədədin üzərinə biz nə gəlmişik ki 28 olub? Onu tapmaq üçün 28'dən 24'ünü çıxarıq. 4 80 düz bucaqlı 3 bucağın bir katetinin hipotenuzuna nisbəti 4'ün 5'ə nisbətdir. Burada 4x hipotenuzu 5x, Pifagora görə burada 3x olacaq. Və bunların cəmi 4, 3, 7, 5, 12x bərabərdir 48'ə. X bərabərdir 4'ə. Hipotenuz 5x'dir, 5 4'ün 20.
81-ci sual. Deməli, 81-ci sualda necədir uşaqlar? Kvadrat formasındakında iki bağça ətrafında perimetrlər boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarda su anbarının ərazisindən boruların hər birinin uzunluğu 4 metrdir. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çoxdur. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən. Yəni uşaqlar baxın, bunun tərəfi x ise bunun tərəfi x plus 2'dir. Deyir ki, birinci bağçanın sahəsi, yəni x plus 2'nin kvadratı, ikinci bağçanın sahəsinin 2 mislindən 8 kvadrat azdır. Biz bu tənliyi açsaq, x kvadratı plus 4x plus 4 bərabər 2x kvadratı minus 8. Sola keçirsək, x kvadratı plus 2x sonra çıxılsın 12 bərabərdir 0. Viet teoreminə görə cəm mənfi 2 hasılı mənfi 12 eləyən ədədlər mənfi 6, 4 olar. Burada uşaqlar biz keçirdəndə sağ tərəfə keçirməyə olmalıydıq. Ona görə burada çıx olub. Yəni 4x sağa keçir mənfi 4x olmalıdır. Bunu yazaq. Bir də 12. Cəmi 4 hasılı mənfi 12 eləyən ədədlər də 6 mənfi 2 olacaq. Lakin mənfi olmaz. Bu heç. Bura 6 oldu. Bura 8 oldu. Onda bunun perimetri 24. Bunun perimetri də 32'dir. Uşaqlar ümumi nə qədər boru lazımdır deyir. 32 burada, 24 burada, 56. 4 metr bu, 4 metr bu. Bir də 8. Yəni yekun 64 metr boru lazımdır bizə. Növbəti. Bir məktəbdəki bütün müəllim kollektivinin 1/4 Şuşaya. Uşaqlar biz 4'e və 5'e bölünməsi üçün mən bütün müəllim kollektivini 20x götürəcəm. Şuşaya gedən 1/4, yəni 5x'dir. Xankəndiyə gedən 5/4'ü, 20x'in 5/4'ü 16x'dir. Və Eyler-Venn diaqramını qursam. Şuşaya gedənlər və Xankəndiyə gedənlər. İkisi hər ikisinə gedirsə bura 2'dir. Şuşaya gedən 5x'in ikisi buradasa 5x minus ikisi buradadır. Xankəndiyə gedən 16x'in ikisi buradadırsa 16x minus ikisi də buradadır. Və hər üçünün cəmi 5x minus 2 plus 2 plus 16x minus 2 bərabər olmalıdır ümumi şagird sayına. Yəni üzr istəyirəm müəllim kollektivinə. Bu 21x'dir. 20x sola keçirsə müsbət x. Bu 2'lər islah 2 olacaq. X bərabər 2. Bu kollektivdə neçə müəllim var deyir. 20x idi. X də 2 olduğu üçün doğru cavab 40 olacaq. Trapesiyada AB bərabərdir 6. CD bərabərdir 8. Və bu trapesiyanın SY parçası romb. Romb deyirsə burada 6, burada 6, burada 6 və düzbucaqlı üçbucaq. Bu da 90. 10 da Pifagor teoreminə görə bura olur 10. Perimetr 1, 2, 3 dənə 6, 18. Bir də bu 10'u gələk, bir də bu 8'i gələk. Yəni perimetr 36 olacaq uşaqlar. 16, 12 burada, 20, bəli, 32. Turistlər gəzinti zamanı motorlu qayıq iki məntəqə arasındakı məsafəni çayın axını istiqamətinə gedib, axının əksi istiqamətində qayıtmağa ümumilikdə 4 saat. Uşaqlar, baxın, burada tutalım ki, A buradır, B buradır, iki məntəqə. Buradan bu istiqamətdə gedir T zamanına və çayın istiqaməti budur. Əksinə isə gəlir 4 minus T'yə. Gedərkən surətlər toplanır. Yəni 9 surətlər 6 və 3 9 vurulsun T bərabərdir. Qayıdarkən isə surətlər axının əksinə hərəkət elədiyi üçün surətlər çıxılır. 3 vur, yəni 6'dan 3 çıxdın. Getdiyi zaman isə 4 minus T'dir. 4 minus T bu da getdi. Ümumi yol olduğu üçün bir-birinə bərabər oldu. Buradan 9T bərabərdir 12 çıxılsın 3T. Buradan 12T bərabər 12'yə, T bərabər 1'ə. Yəni bunlar bu məsafəni 1 saata 9 ilə gedib 1 saata gedibsə, ümumi sərf ilə getdiyi yol 9 vurulsun 1. Yəni 9 kilometrdir. 85-ci sualda. Təpə nöqtənin koordinatlarına fikir versiniz. Təpə nöqtənin koordinatları mənfi 4, 3'dür uşaqlar. Əgər bu nöqtə koordinat başlanğıcına nəzərən, yəni o x-ə nəzərən simmetrik olanda, onda hər ikisi əksinə dəyişir. 4, mənfi 3'dür. Bu A, bu da B nöqtəsidir.
İki nöqtə arasındakı məsafə düsturuna görə biz AB-ni tapsaq, kök altında 4 çıx mənfi 4, 8-in kvadratı, mənfi 3 çıx 3, mənfi 6 kvadratda 36, belə deyək. Bu da 64, 100 kök çıxır 10. Bir də C, bu funksiyanın sərbəst həddidir uşaqlar. Sərbəst həddi axtaraq. Baxın, burada sərbəst həddim 16, 4-ə dəyəndə olacaq 4. Bir də üzərinə 3 gələcəm, 7. Deməli, buranın koordinatı 7-dir. Əgər eyni şey aşağıda, yəni bu koordinat başlanğıcı nəzərən simmetrik olursa, bu nöqtədə mənfi 7 olacaq. Və CD məsafəsi 7 burada, 7 burada məsafə etibarı ilə 14 olacaq. Cəm 24 olacaq. Bu qədər uşaqlar. Hər kəsə uğurlar. İnşallah növbəti dərslərdə görüşərik. Sağ olun.